Qusan qarnı gedən uşağa imal etmək, klizma etmək, bağırsağını yumaq olarmı? Belə ki, qusma və ishallar zamanı təəssüflər olsun ki, ailənin ev şəraitində ilk üz tutduğu tədbir uşağı klizma etməkdir. Bəzən bunu ramaşkalı, çoban yastığı qarışımı ilə edirlər, bəzən adi su ilə edirlər, bəzən soda ilə edirlər və s. Qusma, ishaldan əziyyət çəkən uşağı onsuz da bağırsaqdan su, elektrolit itkisi olan uşağı imal edərək yenə də maye itirməsinə şərait yaratmaqla siz ona kömək edə yox, daha da vəziyyətini ağırlaşdıra bilərsiniz. Odur ki, qusma, ishallar zamanı uşağı imal etmək bir müalicə metodu kimi heç bir effekti yoxdur və bu uşağa yalnız və yalnız psixoloji stres və maye etkisinin artmasına səbəb ola biləcəyinə görə qusma, ishaldan əziyyət çəkən uşağı klizma imalə etmək qətiyyən məsləhət deyil. Bəs qusan uşağın mədəsini daha da qusturaraq su içizdirib mədəsini yumağa ehtiyacı varmı? Əgər uşaqda hər hansı bir dərman qəbulu baş verdi və siz bunu dərhal bildinizsə, o anda mümkündürsə onu qusturmağa çalışın. Amma kimyəvi məhlullar qəbul etmiş uşağı qustursanız, qida borusunun yanığına daha da şərait yaradarsınız. Və yaxud da virus mənşəli gastroenterit keçən uşağın mədəsini yuram deyə onu çoban yastığı və hər hansı bir sodalı su içizdirib qusturmağa çalışmaq yenə də mənasız. Çünki qusturmaq virus gastroenteritlərdən bağlı olan qusmanın müalicəsində heç bir faydası yoxdur. Ona görə dəyərli valideynlər, ev şəraitində bu uşağa olunan müdaxilələr ona zərər verə biləcəyi üçün həkimlə məsləhətləşmədən heç bir müdaxilə etməyə çalışmayın. Sadəcə və sadəcə uşaq qəbul edirsə, ona çoxlu su verin, çay verin, bitki dəmləmələri içirdin. Əgər yaşı uyğundursa, inək sütü allergiyası yoxsa, duzlu ayran içirməyə çalışın. Yalnız suxari kimi quru krakerlər yedirin, banan yedirin, soyutma kartof yedirin, makaron suda uşağa yedirə bilərsiniz və s. Yəni bundan başqa ev şəraitində uşağa digər prosedur və girişimlər etməyin.